baxın, yeni indi həmbəlilər əmələ gəliblər. Yeni həmbəlilər. Onlar özə yeni niyə görə deyirlər? Niyə görə yeni deyirlər? Çünki onlar demək istəyirlər ki, biz təzə bir şey gətirmişik və onlar əslində, çünki həmbəli alimlərin çoxsu, biz tarixlə baxsaq, biz qeyd elədik bayaq ki, baxın o ilk alimlər, 4 imam ümumən və onların tələbələri sələfi olurlar. Tamam. Sonra onların arasında yayıldı Mötəzilik, Murciəlik, Cəhmilik və həmçinin Aşarilik, Maturidilik yayılıb bu məzhəblərin arasında, yəni bu sonra oldu. Dərhal olmadı, sonra oldu. Lakin Həmbəli məzhəbin alimləri ümumən çoxu onlar bu məsələdən uzaq idilər. Yəni onların arasında etizəl, yəni Mötəzilik, Aşarilik yayılmamışdı. Çox az, düzdür. Bəziləri təsirlənmişdi müəyyən dərəcədə. Məsələn, müəyyən dərəcədə İbn Cəvzi, bəzi alimlər. Bu yeni Həmbəlilər, onlar nə deyirlər? Onlar əslində o bəzi alimlərin hansı ki, bəzi məsələlərdə səhv ediblər, istər Allah ad və sifətlərdə və başqa. Onlar deyirlər ki, biz o alimlərin sözü, Həmbəli demirsiniz, biz bu alimlərin sözünü götürürük. Başa düşürsünüz? Onlar onu deməksə, bu bir. İkincisi, belə baxsanız, onlar təkfirçilərdir. Yeni Həmbəlilərin çoxsu təkfirçilərdir. Yəni bu məsələdə onlar təkfirçilərlə birdir. Yəni təkfirçilik özü xavariclik. Düzdür? Görürsünüz, xavariclik məzhəbə aidiyyəti var, yoxdur. Bu əqidədə problemdir. Ona görə görürsən ki, bir çox hətta bugün Maturidilər, Hənəflər, onlar da görürsən ki, onlarda da təkfirçilik var. Təkfirçilik də olmasa, xuruc var. Dövlətə qarşı çıxmaq var, ixvanlıq var, mitinqlər yaratmaq var, partiya qurmaq var. Görürsən, bu məsələn, bu şey məzhəbə aidiyyəti yoxdur. Məzhəbi dalında gizlənməkdir. Məzhəbi dalında gizlənmək necə, qardaşlar? Siz başa düşməlisiniz ki, istərsə müsəlman hansı məzhəbi seçməlidir. Sən ibadət eləməlisən, sənin namazın olmalıdır, zəkatın olmalıdır, sən necəsə eləməlisən. Amma sənin əqidən başqa şeydir. Sən olmuşsan, Hənəfi olasan, necə ki, biz görürük, bir çox müasir Hənəfilər, görürsən, hamısı siyasətlə məşğuldurlar. Hamısı siyasət çağırırlar, partiya qurmaq, dövlətə qarşı çıxmaq. Hamısı ixvanlıq, bu xavariclik. Başa düşürsünüz? Və necə ki, məsələn, bəzi həmbəlilər, xüsusən o özlərindən müasir həmbəlilər, hamısı təkfirçidir və yaxud çoxu. Bu da xavariclikdir. Çünki təkfirçilik, dövlətə qarşı çıxmaq, hamısı xavariclikdir. Başa düşürsünüz? Ona görə məzhəbi əqidə ilə birləşdirmək lazım deyil. Bunlar ayrı şeylərdir. İnsan o bizim məzhəbdə bir olsun, əqidə başqa olsun. Ona görə siz görürsünüz ki, bugün məsələn məzhəbçilər, müəyyən məzhəbçilər, baxmır ki, Hənəfidirlər, oburslar da özünü yeni Həmbəli deyirlər, birləşirlər. Çünki ixvan fikirlərdə eynidir. Dövlətə qarşı çıxmaq və s. bu məsələdə eynidir, bu onları birləşdirir. Və yaxud da bəzi əqidə məsələləri onlarda eynidir, onları birləşdirir. Bax, böyle ayrı məzhəblərdir. Ayrı məzhəblərdir. Və yaxud da götürün, məsələn, Taliban. Onlar Deobandidirlər əslən. Amma məzhəbdə Hənəfidirlər. Əqidə Deobandi, hətta qəbirləri, tazım, o şeylər var onlarda. Görürsünüz, amma mənhəcdə, yəni bu əqidə şeylər, xavariclik də var. Nə bileyim, terror və s. dövlətə qarşı çıxmaq, o şeylər var. Görürsünüz ki, ona görə bunlar hamısı qarışıqdır. Əqidələr başa düşmək lazımdır ki, bir insanda bir neçə əqidə cəm ola bilər. O həm təkfirçi ola bilər, həm ixvan ola bilər eyni zamanda, həm ki Allahın sifətlərini inkar edə bilər. Başa düşürsünüz? Ona görə hər əqidə, İmam Barbahari Rahimullah nədir? Deyir ki, la yuqali insan sahibu sunna, insana demək olmaz ki, o sünnə əhlidir, yəni sələfidir tam. Hətta təctəmiu fihi sunna kulluha. Tadir onda bütün əqidə məsələləri düzgün olmayacaq. Yəni mən Allahın ad sifətlərində sələfiyəm, mən məsələn tövhiddə sələfiyəm, amma dövlət başına qarşı çıxmağa və yaxud təkfirmə görürəm. Sən sələfi artıq deyilsin. Çünki səndə bu əqidə məsələli problemlər var. Başa düşürsünüz? Və ona görə bir dənə əqidə məsələyə görə, sələflər, onlar adamı bidətçi deyərlər. Bir dənə də səhv əgər var idisə. Necə rivayət olunur, Hasan ibn Salih ibn Hasan yanına çıxıb bir adam idi. Çox ibadət edirdi, hətta hədis ravi idi. Lakin İmam Ahmed onu danışdırmırdı, salam vermirdi ona. Niyə görə deyir? Deyir, çünki
dövlət başçıya qarşı çıxmağa icazə verdi. Çıxmır deyə, çağırmır. Amma deyirdi ki, çıxmaq olar. Buna görə onu təbdi elədi. Salam vermirdi. Aydındır? Ona görə əsas məsələ əqidədir, qardaşlar. Əqidə də biz deyəndə biz demirik 2-3 dənə şey. Yox, hamısı səndə əqidə əhl-i olmalıdır ki, sən sünni əhli olasan. Amma məzhəb isə bu fiqdir. Bu problem yoxdur inşallah. Allah razı olsun.